Sirkə badımcan turşusu. İlk addım badımcanların hazırlanmasıdır. Badımcanlar çox olduqları üçün bu mərhələ sona qədər diqqətlə həyata keçirilir. Növbə göyərtilərə gəlir. Cəfəri və varsa yaş nanə soyuq axar suyun altında yaxşıca çalxalanır. Sarımsalar bir-bir soyulub təmizlənir və dişlərə ayrılır. Sonra suda yaxalanaraq hazır hala gətirilir. İndi sıra acı bibərlərdədir. Turşunun ləzzətini və acılığını verən bu yaşıl bibərlər bol su ilə yuyulur, hər biri diqqətlə çevrilir ki, diqqətdən yayınan nəsə olmasın. Böyük qazana yığılmış badımcanlar qaynayan suyun içində bir neçə dəqiqə pörtülür ki, həm yumşalsın, həm də içliyi doldurmaq üçün asan açılsın. İndi isə içlik hazırlanır. Bütün tərəvəzlər, göyərtilər, qırmızı və yaşıl bibərlər, sarımsaq, kök incə-incə doğranır. Pörtünüb soyudulmuş badımcanların ortası ehtiyatla kəsilir və hazırladığımız iştahaçan içliklə doldurulur. Hər badımcanın içinə biraz duz da səpirəm və başlayıram içlikləri doldurmağa. Hazırladığımız badımcanlar geniş ağızlı şüşə balonlara yerləşdirilir. Balon dolana qədər bu prosesi diqqətlə həyata keçirirəm. Seçdiyim balon 5 kilo olduğuna görə 2 stəkan sirkə əlavə edirəm. Qalan hissəni isə soyuq su ilə doldururam. Sonra balonlar bağlanır və quru, sərin yerdə saxlanılır. Siz də şərhlərdə öz turşu təcrübələrinizi bölüşün.